Bizim əlimizdə nə varsa, o varların hamısı Allaha məxsusdur. Bizim heç nəyimiz yoxdur. Nə veribsə Allah Teala bizə hamısını əmanət verib. Bu əmanətləri bizə veribsə zamanında, bunu bizdən alanda, onda fikirləşəcək ki, ey Rəbbim, nə zaman ki sən bunları vermişdin, mən bunların qədrini bilməmişəm. Mən elə bilirdim ki, can sağlığı mənimdir, elə bilirdim ki, dişlər mənimdir, gözlər mənimdir. Bunlar hamısı alınanda, sən o nimətləri itirəndən sonra qədrin biləcəksən. Və şükranlıq edəcəksən, o zaman da gecdir. Vaxtında və zamanında əlvə düşdüyü vaxtda istifadə eləmək lazımdır. Əlvə düşdüyü zamanda bu nimətlərdən istifadə edəsən. O nimət gedəndən sonra onu qorumaq, saxlamaq da mümkün deyil, getdi, bitdi.